Ətrafındakı qadınlar və kişilər səni necə biri olaraq görür? Gəlin bu dəfə belə bir açılım eləyək. Bu video kollektiv açılımdır. Həm kişilər üçün, həm qadınlar üçündür. Kişilər də öz yönünə çevirə bilərlər, qadınlar da öz yönünə çevirə bilərlər. Maraqlıdır sadəcə. Ətrafında həm qadın, həm kişilər haqqında nə düşünürlər? Gəl baxaq, birinci bu videonu izləyən insan özü kimdir? Gəl baxaq, kimdir bu videonu izləyən? Bu videonu izləyən insan daima, belə deyim də, bir dənə onu bilməlidir ki, qurban enerjisindən çıxmalıdır və həyatında balansı saxlamalıdır. Bu insan daima özündən, belə deyim də, daha çox verən bir insandır. Özündən enerji verən, özündən maddiyyat, diqqət verən, yəni qarşındakı münasibətlərdə daima daha çox, yəni enerji verən tərəf sən olursan deyə çox vaxtı qurban enerjisinə keçirsən, yəni öz istəyinlə keçən bir insandır. Yəni tutaq ki, sevirsənsə, sevgidə daha çox enerji verirsən, daha çox belə dəyər verirsən, dostluqda daha çox dəyər verirsən və sonra da verdiyin dəyərin çox az hissəsini görürsən və buna görə üzülürsən. Bunu bilməlisən ki, balansı saxlamalısan. Konkret olaraq həyatındakı, ətrafındakı insanlarla balansı saxlamalısan. Çünki özü xarakter cəhətdən burada kişi enerjisi çıxırsa, özü xarakter cəhətdən, belə deyim də, əslində kimsəyə ehtiyacı olmayan bir insandır. Sadəcə yenə deyirəm, öz enerjini lazımsız yerlərə, lazımsız insanlara çox verən bir insan görürəm. Və buna görə də çox vaxtı depressiyaya düşə bilirsən, çox vaxtı üzgünlüyə düşə bilirsən, insanlara güvənin itə bilir, özünə qapanırsan, amma təkrardan güvəndən də yenə də balansı pozursan, yəni alma-vermə dəngəsini pozursan ətrafındakı insanlarla əlaqədar. Gör özündə nə gözəl, yəni həm stabillik, həm bolluq, həm ruzi, həm bərəkət əslində sənin özündədir. Amma yəni verdiyin qədər də ətrafındakı insanlara, dostluğa, enerjiyə almağı da bilməlisən. Bunu öyrənməlisən. Belə bir insandır. Gəl baxaq. Hazırda bu insan hansı enerjidədir? Bu videonu izləyən insan hazırda hansı enerjidədir? Bu videonu izləyən insan hazırda hansı enerjidədir? Hazırda sanki özünü ətrafdakı insanlardan, elə bil ki, çevrəni dəyişən bir insan görürəm. Yəni, dost çevrəsini mi, hər nəyəsə dəyişən bir insan, özündə yeni bir enerji tapırsan, yenilənirsən sən bu dəqiqə. Mən sənə bir şey deyim, bu dəqiqə bəlkə də tənhalaşmağı seçmirsən, bəzi insanlardan, dostluqlardan, işlərdən, sevgilərdən, hər nədirsə. Amma bu sənin xeyrinə olan bir proses gedir. Hazırda, yəni belə deyim də, küllərindən yanıb yenidən doğulma bir prosesi gedir bu insanda bu dəqiqə. Çünki burada münasibətlə əlaqədar da düzəltməyə çalışırsan, hər nələrisə düzəltməyə çalışan bir insan var, ola bilsin, bəlkə də sevgi ilə əlaqədar, hər nədirsə, okey. Gəl baxaq, belə bir şeyə baxaq. Ətrafındakı birinci baxaq, qadınlar səni necə biri olaraq görür? Ətrafındakı qadınlar səni necə biri olaraq görür? Qadın enerjisi, ətrafındakı qadınlar səni necə biri olaraq görür? Ətrafındakı qadınlar səni görünüş cəhətdən özünə baxımlı, bunu izləyən qadındırsa, kişi də olsa özünə baxımlı görürlər. Maddi cəhətdən stabiliyini bir şəkildə qoruyan, qorumağa çalışan görürlər. Empat bir insansan, yəni insanların hisslərini, duyğularını sırazı bilirsən, hər zaman dəstək olmağa çalışırsan insanlara, hər zaman belə deyim də, hər hansı şəkildə ətrafında kimsə kömək, yardım, dəstək istəyirsə, hər zaman özündə nə sıxıntı olur olsun, dinləməyə hazır bir insansan. Burada bunu izləyən qadındırsa, həyatında heç kimin olmadığını və ya münasibətlə əlaqədar daima boşluqlar yaşayan bir insan olaraq görürlər səni. Əslində, məncə elə deyil də, sadəcə sən çox şeyləri danışmırsan ətrafındakı qadınlara. Bu da ola bilər. Amma ümumiyyətlə, yəni hər zaman dəstəyə hazır, köməyə hazır, belə bir insan kimi görürlər səni. Gəl yenə baxaq, sənin haqqında nə düşünürlər? Ətrafındakı qadınlar sənin haqqında nə düşünürlər? Səni güclü, balanslı, stabil bir insan olaraq görürlər. Həm maddi cəhətdən, həm mənəvi cəhətdən güclü, öz ayağının üstündə dura bilən, öz həyatını istədiyi kimi idarə edən bir insan olaraq görürlər. Yəni, burada kiməsə ehtiyacı olan, kimdənsə asılı olan belə bir insan yoxdur. Güclü, enerji dolu, öz həyatının üzərində, öz ayağının üstündə duran biri olaraq görürlər. Belə deyim də, işgüzar biri olaraq görürlər.
maddi cəhətdən və dünyavi şeylərə çox fikir verən biri deyilsən. Amma yenə də deyirəm, bunu izləyənlər qadındırsa, ətrafındakı qadınlar ola bilsin, rəfiqələr və kimlərsə sənin həyatında ilişki ilə əlaqədar boşluq yaşadığını görürlər. Yəni elə düşünürlər, belə deyim, evlisənsə evliliyində sıxıntı var, evli deyilsənsə münasibətlə əlaqədar bir şəkildə alınmır səndə. Yəni belə görürlər, amma ədalətli bir insan olaraq görürlər. Burada neqativ bir fikir yoxdur. Yenə deyirəm, ətrafındakı insanlardan gedir söhbət, düşmənlərdən getmir. İndi baxaq, ətrafında olan kişilər səni necə bir olaraq görürlər? Bu iş ortamı ola bilər, qohum, dost ortamı və s. Ətrafındakı kişilər səni necə biri olaraq görürlər? Mən sənə deyim ki, ətrafındakı insanlar, kişilər səni ailə canlı görürlər. Burada da belə bir şey var. Belə deyim, ailədən maddi dəstək görmədən öz ayağının üstündə durmağa çalışan bir insan görürlər səni, yəni kişilər. Həmçinin burada maddiyatçı biri olmadığını görürlər. Burada bir də bir şey düşünürlər ətrafındakı kişilər ki, sənin dost ətrafın elə də yaxşı olmadığını mı düşünürlər, dost seçimini bacarmırsanmı deyə düşünürlər. Yəni bu kişilərə aiddir. Kişilər belə düşünür sənin haqqında. Amma ümumilikdə işgüzar, vuruşan, çırpışan, biraz dengəsiz olaraq görürlər səni. Ola bilər, biraz fikirlərin qarışıq ola bilər. Bəzən yəni isti soyuq davrana bilirsən insanlarla. Yəni pis mənada yox, qəlb qırıcı deyilsən. Sadəcə bəzən özünə qapanırsan, bəzən də yəni açılırsan, onlarla birləşirsən. Belə bir olaraq görürlər səni. Burada ətrafındakı kişilər də sənin maddi cəhətdən o qədər də yaxşı olmadığını, amma heç kimə ehtiyacın olmadığını, heç kimdən istəmədiyini, özün öz işini, öz həyatını düzənləməyə çalışan biri olaraq görürlər. Gəl baxaq haqqında nə düşünürlər? Ətrafındakı insanlar haqqında nə düşünürlər? Ətrafındakı kişilər yəni haqqında nə düşünürlər deyə baxıram. Belə bir şey düşünürlər ki, hər zaman, belə deyim, özündə də hansısa bəzən gəlgetlərin olur, yenə deyirəm. Nəysə işin alınmaya bilər, nəysə sıxıntın ola bilər, nəysə problemin ola bilər, amma heç bir vaxtı kontrolu əldən vermirsən. Hər zaman yəni və onların özləri də nə zaman dəstəyə ehtiyac olanda, danışığa ehtiyac olanda, məsləhətə ehtiyac olanda rahatlıqla sənə müraciət eləyə bilən bir insan olaraq görürlər. Yəni mənim hansısa tutaq ki, ətrafındakı kişilərin, tutaq ki, kişinin iş ortamı, qohum, dost fərq etmir. Hansısa bir sıxıntısı varsa, çox rahatlıqla sənə danışır o insan, çıxış yolu tapır və rahatlaşır. Belə bir insan olaraq görürlər səni. Amma burada ətrafındakı kişilər maddi cəhətdən hansısa, əgər maddi çıxarı varsa hansısa bir kişinin səndən maddi cəhətdən heç bir şey əldə edə bilməyəcəyini görürlər və sənin özünün də maddiyyatla əlaqədar, belə deyim də, problemin var, amma gözü tox insan olaraq görürlər. Yəni bunun əslində maddi problemi var. İstəsə tutaq ki, bunu qadın izləyir. İstəsə tutaq ki, kimdənsə maddiyyat istəyə bilər və ya nəysə istifadə eləyə bilər və s. Amma onu eləmir yəni. Özünə güvənməyi seçən bir insan olaraq görürlər. Ümumilikdə belə bir şey çıxır. Aldım, qəbul etdim, yaz, ətrafı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.